rayonunda Ağdaşın Kotaman kəndində orada Veys Baba piri var. Məsələn, həmin yerdə əslində deyirlər ki, güya bu Yəmən şəhərində yaşamış, Peyğəmbərin sağlığında yaşamış Veysəl Qaraniyə məxsusdur. Güya o öləndə hamı deyib ki, mən bir tərəfdə aparım, bastırım, o biri deyib ki, mən səhər durubda ki, güya qəbir 3 sənədir və hər kəs götürüb gəlib. Təsəvvür edin, isti iqlim tipi olan yerdə, dekabr ayında 40 dərəcə olan bir yerdə siz həmin oradakı hər hansısa bir qəbri Azərbaycan gətirmək günlərlə, aylarla bəlkə vaxt tələb eləyirdi. O elə yolda çürüyüb, məhv olardı. Onu necə gətirib Ağdaşın o kəndə basıb da bu biri özü nağıl kimi gəlir. İkincisi də qəbir niyə 3 yerə bölünməlidir? İslamda heç elə lazım olsaydı Peyğəmbərin qəbri bir neçə yerə bölünərdi ki, hər yerdə aparıb bastırsınlar. İslamda da belə bir anlayış yoxdur. Peyğəmbərlərin qəbri də bir neçə yerdə olmayıb elə bir yerdədir əslində. Və ona görə mən sizə bir hadisəni də danışım. Buradan yer düşmüşkən. Uşaq vaxtı məsələn mənim nənəm ora aparmışdı. Həmin o Veys Baba pirinə güya bir niyyətləri var idi, məqsədləri. Mən uşaq vaxtı məsələn dini Quranı öyrənməyə yeni başlamış bir insan idim. Çox uşaqlıq dövründən danışıram. Hardasa 9-10 yaşlarımdan. Ora gedəndə mən məsələn gördüm ki, bir nəfər kişi orada həmin o qəbrin ətrafında ayaqqabısını çıxarıb, corabları ilə belə yerdə iməhləyir. Yaşlı kişi idi. Mən dedim ki, baba siz niyə burada belə iməkləyirsiniz? Dedi, ay oğul, yuxuda görmüşəm ki, mən burada iməkləməliyəm, ona görə gəlib burada iməkləyirəm. Təsəvvür edin, yuxuda hər gördüyünü insanlar bu cürə həyata keçirirmi? Məsələn, keçən dəfə də qeyd elədi. Bir dənə sorğuda bir xanım qeyd eləyir ki, bəs mən görmüşəm 7 dənə pirə getməliyəm. Yəni bu günlərim bir insan görsə ki, 7 nəfərə Allah üçün hər günlərim deyir ki, yeməyini alıb verməlidir və yaxud da deyir ki, bir tələbənin təhsil haqqısını ödəməlidir. Hərbi xidmətdə olan bir insana kömək eləməlidir. Dul qadına deyir yardım eləməlidir. Bunu eləyərmi? Bəs onda niyə yuxuda gördüyü bunları eləyir? Yəni bu onu göstərir ki, həqiqətən biz din məsələsində özümüzü aldatmağa çalışırıq. Və yaxud da bizi aldadanlara bu imkanları tanıyırıq. Bunlar heç bir şəkildə doğru deyil.